Son vaxtlar TikTokun mümkün bağlanması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu sual cəmiyyətdə fərqli reaksiyalar doğurur. Bəziləri platformanın bağlanmasını müsbət addım hesab edir, digərləri isə bunun azad rəqəmsal mühitə müdaxilə olduğunu düşünür. Bir qrup insan bildirir ki, TikTok bağlansa gənclər daha çox dərsə və real həyata fokuslana bilər. Onların fikrincə platforma vaxt itkisinə və asılılığa səbəb olur. Digər tərəfdən, minlərlə insan üçün TikTok sadəcə əyləncə deyil, həm də gəlir mənbəyi, biznes platforması və özünü ifadə vasitəsidir. Niyə bağlansın? Yaşlı adamlara sərf eləyir, baxırıq da nə? Niyə bağlansın? Nereden baxırıq da başımız, fikrimiz dağılır. Yəni, bağlansa elə yaxşı olar. Əxlaqsızlar olmaqdansa namuslular olmağı min dəfə yaxşı olar. Niyə bağlansın ki? Yaxşı saytdır. Burası baxır kim necə istifadə edir də. Yəni, yaxşı istifadə edirsən, yaxşı da nəticə alarsan. Yəni TikTok bu dəqiqə hər kəsin öz beyninə uyğun sıfırlanır. Yəni kim düşüncəsi nətərdirsə o cürdə şeylər qabağına çıxır. Kim yəni gündəmdə nəyə baxırsa o da qarşısına çıxır. Pis deyil. Biraz məydana olsa daha yaxşı olardı gənclərimiz üçün. Belə orada gözəl şəhid ailələrimiz var, qazilərimiz var, dövlət nümayəndələri var. Yəni belə səviyyəli olsa daha, niyə də baxmırıq, niyə də istifadə eləmir. Biraz səviyyəli olsa daha yaxşı. TikTok sosial şəbəkəsindən istifadə edirəm. Yalnız faydalı məlumatlar olsun. TikTokun bağlansa yaxşı olar.